Bugün Qarabağ klubu İspaniyanı fəth edə bilər. 8 il bundan qabaq Qarabağ klubu Çempionlar Liqasında Madrid Atletico ilə oyunda 1-1 heç-heçə ilə bütün İspaniyanı təəccübləndirmişdi. Nəinki İspaniyanı, hətta Avropanı. İndi 8 il keçəndən sonra Qarabağın yaxşı şansı var ki, bu gün İspaniyanı fəth etsin. Bilbao şəhərinin Atletik komandası üzərində yaxşı qələbə qazanaraq. Dünən oyundan qabaq mətbuat konfransı oldu və İspanların baş məşqçisi Ernesto Valverde Qarabağı çox təriflədi və Qurban Qurbanov da bu tərif sözlərinə əlavə etdi ki, əgər rəqib komandanın baş məşqçisi bu cür sözlər deyirsə, biz nə etməliyik? Biz daha ciddi oynamalıyıq. Çünki bizə daha ciddi yanaşırlar, biz də öz oyunumuzu yaxşı qurmalıyıq. Qarabağ 6 klubdan biri ola bilər ki, 3 qələbə qazanıb Çempionlar Liqasında. Bu gecə uğurlar.